yaradıcılığı. Bulaq. Axşamınız xeyir olsun. Günəşin çıxdığı yerdən yer üzünə boylananlar. Ürəyində yaxşılıq toxumu əkib sevgi ilə cüzərdənlər. Xoş bir sözlə könül sevindirib Kəbə evini ziyarət edənlər. Ömrünü xeyir əməllərlə süsləyənlər. Dünyanın gözəlliklərini ruhunun gözü ilə görənlər. Bulağın başına yığışıb söz çeşməsindən damla-damla söz içənlər. Belə hamılıqla xoş gördük sizləri istəklilər. Şərur folklorunun yaddaşında göyərən bir rəvayətdə deyilir ki, yer-göy arası 5 tabaqdan, yəni təbəqədən ibarətdir. 5 tabağın ən yüksəyi səmadır ki, orada Allahın məkanıdır. Səma həm də behiştin, cənnətin qapısı, mələklərin, əsabələrin yeridir. Axı qabaqlar yer üzündə tabaq yox imiş, hamı yuxarıda imiş. Orada yaşayırmış. Cənnət də oradaymış, adamlar da. Elə ki, Adəmlə Həvva şeytanın vəsvəsinə uyub cənnətdəki qadağan olunmuş meyvəni, kimi bunun buğda, kimi alma, kimi əncir, kimi üzüm olduğunu deyir, daddılar, günaha batıb cənnətdən qovuldular. O vaxtdan səmavi kitablarda, Tövrat, Zəbur, İncil və Quranda insan nəslinin ulu babası Adəm sayılır. Adəm sözü ilk insan, bəşəriyyətin atası, torpaqdan yaradılan mənaları daşıyır. İbrani dilində Adəm sözü qırmızı torpaq mənasını verir ki, bu da insanın qan rəngli torpaqdan yarandığına işarədir. Şirvan rəvayətində deyilir ki, Adəm müxtəlif yerlərin torpağından yoğrulduğundan hər kəsin bir xasiyyəti var. Belə də deyirlər ki, Şirvan düzündə bir gün külək torpağı qarışdırmış, o torpaqdan insan yaranmışdı. Adəm ayağa qalxanda torpaq ona demiş ki, məni unutma, çünki sən məndənsən. Həvvasa çiçəklər içində göz açıbmış. Onlar bir-birini tapandan Şirvanın küləyi sakitləşir, torpaq bərəkətə gəlir. Hə, istəklilər, rəvayətlərdə Adəm və Həvvanın yer üzünə ayrı-ayrı yerlərdə endirilməsi, uzun müddət bir-birini axtarması, müqəddəs bir dağ, ya bulağın yanında qarşılaşması deyilir. Adəmin gəlişindən 1000 illər sonra Qarabağ folklorunda belə bir deyim boy göstərəcəkdi. Adəm də Həvvanı axtardı, qismət yazılan yerdə tapdı. Başqa bir rəvayətdə deyilir ki, Adəmlə Həvva dünyanın ayrı-ayrı qitələrinə sürgün olunur. Adəm Hindistanda sularla əhatə olunmuş bir adadakı hündür dağa endirilir. Sonralar cənnətin bir parçasını xatırladan bu gözəl adaya Şri Lanka, Adəmin ayaq qoyduğu dağa Adəm zirvəsi deyəcəkdilər. Həvvasa Ərəbistan yarımadasına endirilir. Uzun illərin ayrılığından sonra onlar Ərafat dağında görüşürlər. Quranın Əraf surəsində Adəmin etirafı belə dilə gətirilir. Ey Rəbbimiz, biz özümüzə zülm elədik. Əgər bizi bağışlamasan, rəhm eləməsən, biz şübhəsiz ki, ziyana uğrayanlardan olarıq. Ərəf surəsi 23-cü ayə.
Belə deyirlər ki, Adəm dağa enərkən çiynində cürə saz boyda bir yük varmış ki, bu da eşq yüküymüş. Adəmlə Həvvanın əhvalatı da elə o vaxtdan başlayır. Dədələr söyləməsi. İstəylilər, folklorumuzda Adəmlə Həvva haqqında xeyli sayda atalar sözləri var ki, elə Adəmdən qalmadı. Torpaqdan gəldi, torpağa gedəcəyik. Hamı bir atanın övladıdır. Həvva var, ev yıxar. Həvva var, ev qurar. Adəmi yoldan çıxaran Həvva oldu. Adəmdən Hatəmə kimi görünməyib. Adəmdən bəri belədir. Adəmin övladıyam. Adəm kimi peşman olmaq. Belə deyirlər ki, Adəm günaha batıb, cənnəti itirəndən sonra peşmançılığı yerə göyə sığmır. 300 il dayanmadan gecə-gündüz ağlayır. Rəvayətə görə Adəmin tövbəsi qəbul olunandan sonra buğdanın yer üzündə becərilməsinə izin verilir. Bunu da deyirlər ki, Adəmin boyu 30 metrə yaxın imiş. 6 övladı varmış. Adəmin 930 il yaşadığı güman edilir. Rəvayətlərə görə Həzrəti Adəm 1000 illik ömrünün sonunda ailəsinə Allahın birliyinə inanmağı, tövbə eləməyi, pis əməllərdən çəkinməyi, özündən sonra peyğəmbərliyini oğlu Şiş əleyhissalama vəsiyyət edir. Şiş sözünün mənası Allahın hədiyyəsi deməkdir ki, o Adəmdən sonra yenə cığır açıb bu adı doğruldur. Yolunuz bitməsin istəyirlər. Amin. Ağ qanadlı alqışlar. Hə istəklər, sizləri xalqın könlündən qopan 9 ağ qanadlı alqışa qonaq edin. Allah hər qapıdan su axıtsın. Əlinə qoyduğun xına halalın olsun. Səni görün başının üstündə həmişə ağam olsun. Yeridikcə Allah başınızdan ruzu töksün. Allah üstünüzə xeyir eləsin. Evinə nur, qəlbinə rahatlıq dolsun. Yuvan həmişə xoşbəxt olsun. Yaxşı insanlarla qarşılaşasan. Üzün gülsün, qəlbin sevinç dolsun. Alğış deyənləriniz çox olsun istərlilər. Amin. İstəylilər, cənnətdən söz düşmüşkən, yurdumuzun hər qarışı cənnətdir. Cənnət vətənimizdə bir cənnət də var ki, adı Qarabağdır. Qarabağ torpağı elə qədimlərdən bağlı bağatda olduğundan, Qarabağ sözünün mənası da Qarabağ, yəni böyük bağ,
qalın bağ, səfalı bağ deməkdir. Qarabağ xanlarına məxsus bağların adı da hələ də xalqın yaddaşında, elin dilində yaşamaqdadır, bar verməkdədir. Mirzə Camal Cavanşirin Qarabağnamə əsərində Ağdamda Qarabağ xanına məxsus 7 məşhur bağın adı çəkilir. Güllü bağ, ərikli bağ, kətan bağı, çirayuş bağı, balabağ, barlı bağ və narlı bağ. Sonuncu 2 bağ istisna olmaqla qalanları xan tərəfindən iltizama verilirdi. Barlı bağ və narlı bağın bütün məhsulu Pənahəli xanın vəsiyyəti ilə satılmır. Heyrat, Eysan kimi cəmaata paylanarmış. Xanın övladları da bu ənənəni yaşadırlar. Qarabağ xanı İbrahim Xəlil xan tərəfindən 1805-ci ildə Şuşada Qarqar çayının sahilində salınan xan bağının sorağı günümüzəcən yaşamaqdadır. İçində dəyirmanları, zorxanası olan bu tarixi bağ tut bağı kimi də yaddaşlarda qalıb. Bu bağı salmaqda məqsəd ipəkçilikdə ad qazanmış bu məkanın şöhrətini hər yana yaymaq idi. Şuşadakı məşhur Xan Qızı bulağının ətrafında salınan Xan Qızı bağı isə Xurşudbanu Natavanın istəyi ilə salınıb. Bağda küknar, qobaq, çinar ağacları ilə yanaşı müxtəlif meyvə ağacları salınıb ki, sonradan bu bağ şəhərin səfalı yerlərindən birinə çevrilib. Deyilənlərə görə bağın açılışında xeyriyyəçiliyi, xeyirxahlığı ilə tanınan Xan Qızı bağa gəzməyə gələnlərə böyük ziyafət verirmiş. Ağdamda Qarabağ xanlarının imarətlərinin və türbələrinin yerləşdiyi tarixi imarət bağı, Xankəndidə Mehdiqulu xan tərəfindən salınan xan bağı, Ağdamın üzüm bağlarında yetişdirilən xapı, kişmişi, qızıl üzüm sortları, şelli nar bağları, Laçının bəylik bağları, Füzulinin, Cəbrailin qədim tut, əncir bağları haqqında hələ də əfsanələr danışılır. Qarabağda bağ sallan, bostan əkib tağ sallan. Bu yurda Kəmbə xanın vallah gözlərinə ağ sallan. Elin yaddaşında qalanlar. Hə, istəklər. Ayrım Əhməd adı ilə tanınan el şairi keçən əsrin əvvəllərində Kəlbəcər rayonunun Seyidlər kəndində anadan olub. Atası Abbas arıçılıqla məşğul olduğundan el arasında ona Ağbal Abbas deyərlərmiş. Hə, bir gün quzu oturanda Əhmədin çubuqla yerə Quranca yazı yazdığını görən çobanlar mat qalıb kəndə xəbər aparırlar. Bir müddətdən sonra atası onu Güney Pəyəyə, babası Molla Əlvəndin yanına aparır. Əhməd 2 il onun yanında dini təhsil alır. Növrəs İman Seyidlər kəndində Sovet sədri olan vaxtlar onun katibi işləyir. Sonralar üstünə şər atırlar. Kolxozun malını dağıtmaqda günahlandırıb həbs edirlər. Deyilənə görə Ayrım Əhməd azadlığa çıxandan sonra şeir yazmaqla yanaşı mollalıq eləyər, nehrə düzəldərmiş. Kəlbəcərin işğalı vaxtı Əhmədin məzarı kimi əl yazmaları da orada qalır. Şairin əldə olan şeirləri sonralar övladları, qohumları tərəfindən Yanşaxlı Zümrüddən, Cahangir, Bəhram, Musa adlı yaşlı adamların dilindən toplanır.
Dağların aşıb daşan vaxtlarında Ayrım Əhmədi Dağlar şeiri ilə yad eləyib, ruhunu şad eləyək. Keçib ömrüm kimi yay da qutardı, vədəsiz düşübdü yönüm dağlara. Gedərgi qonağam, qala bilmərəm, bircə gecə mehman olum dağlara. Yaz vaxtı olanda növbahar olur, yay vaxtı olanda çəmənzar olur, payız yetişəndə boran qar olur, nə dedim bozardı zalım dağlara. Əhməd, çox çalışma, qalmaz haqqı say, kef çəkib axıracan kim olubdu bay? İtdi cavanlığım, getdi ay haray, qoy ahın aləmi salım dağlara. Olanlardan, keçənlərdən. Günlərin bir günü 7 yoldaş 4 kisə qoz tapır. Bunlar 7 nəfər, qozdakı 4 kisə. Qalırlar məhtəl ki, bunu nə tər bölsünlər? Baxırlar ki, Bəhlul o yandan gəlir. Çağırırlar Bəhlul danəndəni, deyirlər ki, qardaş, biz 7 nəfərik, 4 tayda qoz tapmışıq. İndi bunu bölə bilmirik. Bəhlul götürüb ikisini buna verir, birini ona verir, birini də verir bu birinə. Deyirlər ki, düzgün bölünmədi axı. Bəhlul tövrünü pozmadan deyir ki, qardaş, bu dünya belə dünyadır da, birinin başından tökür, birini də çörəyə tamarzı qoyur. Xalqın ruhundan süzülən ağ nəğmələr, xalq mahnıları. Gəlmişəm otağına, oyadam səni, Qaragilə, oyadam səni. Nə gözəl xəlq eyləmiş yaradan səni, Qaragilə, yaradan səni. Götürüb mən qaçaram aradan səni, Qaragilə, aradan səni. Qızıl gül əsti, səbrimi kəsti, sil gözün yaşın Qaragilə, ağlama, bəsdir. Gəlmişəm otağınam, oyadam səni, Qaragüləm, oyadam səni. Nə gözəl xəlq eləyib, yaradan səni, ay balam, yaradan səni. Götürüb mən qaçırım aradan səni, Qaragüləm, aradan səni. Dərbəyan daralım, könlüm yarayalım, bir yar sevmişəm, Qaragüləm, eller maranlı. Bir yar sevmişəm, Qaragüləm, eller maranlı. Əsatirlər, rəvayətlər və daha nələr, nələr. İstəklər sizləri Qərbi Azərbaycanın ağzı böyük dağ silsiləsində yerləşən Ləvvar dağının əfsanəsinə qonaq eləyək. Qədimdə bir dağ varmış. Bir gün bir kişi yuxusunda görür ki, həmin dağda bir oyuq var.
O oyuqda ləl, qızıl, cavahirat var. Kişi səhər durur, yol tədariki görüb dağa tərəf gedir. Gedib həmin oyuğa rast gəlir. Görür ki, mağaranın qabağında bir əjdaha yatır. Əjdaha kişinin fikrini başa düşür ki, onun ləllərinə parmağa gəlir. Əjdaha dilə gəlib deyir: Ey insan, sən burada ləl olduğunu heç kimə demə. Hər gün gəl, mən sənə bir dənə ləl verəcəm, deyib ona bir ləl verir. Tamah kişiyə güc gəlir. O evə qayıdıb əhvalatı qardaşına danışır. Kişi qardaşını da götürüb səhəri gün mağaraya gedir. Əjdaha bunları görüb fikirlərini bilir və hər ikisini udur. Həmin vaxtdan dağın adı Ləlvar adlanır. Çünki kişi o dağda ləl var deyə o dağa getmiş. Əjdaha onu udduğundan geri dönə bilməmişdi. Ləl yenə də o dağda var. Bayatı ay bayatı, gez bu eli elatı. Hə, istəylilər. Söhbətimizin bu yerində sizləri nənələrimizin dilindən qopan 7 qönçə bayatıya qonaq eləyirik. Ay doğdu bəs deyilmi? Qalaylı tas deyilmi? Qızın ala gözləri oğlana bəs deyilmi? Dəsmal atdım söyüdə, söyüd onu böyüdə. Dəsmal səni saxlaram qara gözlü iyidə. Boz atım boza boza, boynunda qızıl qoza, asta yeri çər dəymiş, sevgilim batdı toza. Ağçuxa ağlı qalsın, boğçada bağlı qalsın. Məndən başqa yar sevsən, ürəyin dağlı qalsın. Buz üstə, ürək yanar, buz istər. Sənə ümid bağladım, sən də saldın üz üstə. Oğlan adın Alıdır, boyun qarğıdalıdır. Sən göndərən mehir üzük barmağımın barıdır. Yol uzunu yedirəm, bilmirəm nə edirəm. Ay qız, sənin dərdindən belə baş götürüb gedirəm. İstəklilər, yaddaş ağacımızda deyilir ki, əzəli yer üzündə heç nə yox imiş. Elə vaxt öz-özünə gəlib keçirmiş. Sonra heyvanlar, cücülər, otlar, ağaclar yarandı. Lap axırda Allah adamları yaratdı. Bunlar yer üzündə o qədər artıb törədilər ki, dünya bunlara darlıq elədi. İnsanlar başladı bir-birinə pislik, paxıllıq eləməyə.
Bunu görəndə göy acıqlanıb yerdən aralandı. O vaxtdan da bərəkət azaldı. Adamların çörəyi daşdan çıxmağa başladı. Çörəyi daşdan çıxır məsəli də elə o vaxtdan yaranıb. Allah sizə asan çörək qismət eləsin istəhlilər. Əzizlərimiz, söhbətimizə Adəmdən başlayıb 1000 illərin söz dağını söz dolaşdıq. Vaxtın axarında yerlə göyün arasında aranıb durulduq. Gözəllikdə Yusif, səxavətdə Hatəm, ədalətdə Nüşraban olun istəylilər. 7 gün 7 gecənin tamamında eyni vaxtda, eyni dalğada görüşmək ümidi ilə. Bulağın bu dəfəki sözünü, söhbətini könlünün gözü ilə qələmə alan Təranə Vahid oldu. Sizlərə çatdıranlarsa biz olduq. Səidə xanım Fərhad, bir də Səməd bəy Yusif Canlı. Bulağı könül xoşluğu ilə bəzəyib düzəyənsə rejissorumuz Gülşən xanım Səmədlidir. Belə sağ olun, sağlıqla qalın.